Dostlar salam, xoş gördük. Bu mənim ikinci YouTube videomdur. Hər dəfə özümə söz vermişəm ki, YouTube videoların nömrəsini deyəcəm ki, hədəfim 2026-cı ilə 100 video eləməkdir. Görək bunu sizinlə birlikdə eləməyə nail olacağıq-mı? Özümü bir daha təqdim edim. Mənim adım Aysu Cəbrayılovadır. Mən öyrənmə üzrə mütəxəssisəm, travma araşdırmaçısıyam və sistem Thinkeram. Bu nə deməkdir? Həyata sistemli baxış. Bu üzrə də mən keçən dəfə özümü təqdim edəndə qeyd eləmişdim ki, məhz bu üzrə mənim təlimlərim qurulubdur və məhz sistem düşüncəsindən bağlı mən təlimlər verirəm və çox effektiv faydasını gördüyüm üçün bu məlumatları YouTube kanalında paylaşmağı qərara almışam. Deməli, gəlin başlayaq. İkinci mövzumuz həyata sistemli baxışdır. Həyata sistemli baxış bizə kömək edir ki, biz həyatı daha fərqində yaşayaq, daha sistemli baxaq. Yəni sistemli baxış mənim həyatımda nə dəyişibdir? Məsəl üçün daha öncə mən hər şeydən yapışırdım, çox özümü yüklüyürdüm, ümumiyyətlə informasiya içində itirdim. Sistemli baxışdan sonra həm mənim bilgi əldə etmək şəklim dəyişibdir, həm həyata yanaşmam dəyişibdir. Və bu məntiqlə, bu sistemli düşüncəsindən sonra mənim demək olar ki, narahatçılıqlarım da azalıb. Artıq mən sistemin mexanizmlərini, qanun yolları tutduğum üçün bunu öz həyatımda da tətbiq eləyə bilirəm. Bu nə deməkdir? Baxın, biz hər birimiz sistemdə yaşayırıq. Ümumiyyətlə böyük bir dünya sistemi, məsəl üçün ölkəmizin öz sistemi var. Məsəl üçün orqanizmimizin sistemi var, ekosistem, təbiət. Bunlar hər biri bir sistemdir və biz sistemlərə doğruq. Bəzən deyirlər, aqressivcəsinə mitinqlərdə, məsəl üçün sistemə qarşı çıxırıq və bu barədə gələcəkdə danışacağam ki, hansı sistemlərə qarşı çıxmaq olar və hansı sistemlərə qarşı çıxmaq olmaz. İnsanlar tərəfindən yaradılmış sistemlərə qarşı çıxmaq olar. Ancaq təbiətin yaratdığı, təbiətin qanuna uyğun sistemi var ki, bu sistemin qaydaları bütün sistemlərdə işləyir və bu sistemə qarşı çıxmaq olmaz. Və bizim həyatda əsas məqsədlərimizdən biri həyat sisteminə gəlib öz yerimizi tutmaq və öz yerimizdən çıxış eləməkdir. Çünki biz həyat sistemimizə gəldiyimiz anda, əgər biz həyat sistemində öz yerimizdəyiksə, o sistemdə bizim üçün bütün hər bir şey var. Bacarıq da var, qabiliyyət də var, bərəkət də belə deyim də, spirituallığa meyilli olanlar, hər şey var. Sadəcə biz oradan özümüzə lazım olanı götürüb və həyata çıxırıq. İndi sual verəcəksiniz ki, niyə bəzilərimiz bu qədər qabiliyyət varkən, bu qədər həyat sistemində hər şey veribsə, niyə bunu potensialını reallaşdırmırıq? Çünki biz sistemdə öz yerimizdə olmuruq. Biz sistemə gəlirik və öz yerimizdən başqa bütün sistemdə, yerlərdə belə deyim, hoppanırıq. Bunu necə başa salıram həmişə mən təlimləri. Təsəvvür edin ki, bir oyuna girmisiniz. Oyunda bu çevrə sizindir və bu çevrədən oynamalısınız ki, bunun üzərində gedəsiniz. Ancaq siz o çevrəyə girmirsiniz. Ancaq hər yerə xaotik şəkildə gedirsiniz və təbii ki, oyunun qaydaları işləmir. Həmçinin həyat sisteminin bir əsas funksiyası var. Gördüyünüz kimi hər bir şey yaratmağımızda, yaşamağımızda həyatın inkişafıdır. Həyatın maraqlı deyil. Siz, mən nə fikirləşirsiniz, nə edirsiniz? Həyatın əsas məqsədi həyatın inkişaf olması, inkişaf getməsi. Yəni mən və ya da siz bugün sabah olmasa dünya dağılmayacaq, həyat öz axarında davam edəcək, həyat inkişaf edəcək və inkişaf davam edəcək. Başqa bir insanlar bizim yerimizə nəsə eləyəcəklər. Ona görə də bizim əsas məqsədimiz bu qısa dövrdə bu həyata gəlib öz yerimizi alıb öz yerimizdən həyata çıxış eləməkdir. Bunu başqa cür izah edə bilərəm ki, misal üçün Amerikaya gəlmək söhbəti çox Azərbaycanlılar, əks cinsi nümayəndələrini mən deyərdim. Ümumiyyətlə biz qadınlarda da, kişilərdə də belə olur. Əgər onlar sistemli həyata baxmırlarsa, rasional baxmırlarsa, uşaq pozisiyasından baxırlarsa, onlar Amerikaya gələn dövrdə çox həyat çətin olur. Niyə görə? Çünki Amerika başqa bir sistemlə, başqa bir sistemə daxil olurlar. Ancaq bu sistemə Azərbaycanın sisteminin qanuna uyğunluqları və oyun qaydaları ilə oynamaq istəyirlər. Təbii ki, alınmır. Bu daha böyük bir sistemdir və başa düşmürlər, məyus olurlar və sonra çox böyük bir məyus olduqları üçün
Türklərin belə bir sözü var, hayal kırıklığı, yəni məyusluğa uğrayırlar. Misal üçün bunu necə başa sala bilərəm? Başqa cür başa sala bilərəm ki, misal üçün təsəvvür edin ki, siz ömür boyu handbol oynamısınız və birdən Amerikaya gəlirsiniz. American soccer, Amerikan futbolu sizdən oynamaq tələb olunur. Təbii ki, siz handbolun qaydaları ilə Amerika futbolunu oynasanız qalib gəlməyəcəksiniz. Bax bunun kimi bir şeydir. Həyat sistemində də biz çıxış elədiyimiz sistemin qayda, qanunlarına uyğun olaraq həyatdan çıxış eləməliyik ki, bu oyunu, bu həyatı udaq, bu həyatda qabağa gedək, həyat inkişaf eləsin. Başqa cür necə izah edə bilərəm sistem düşüncəsini? Gələn təlimlərdə mən bunu daha aydın qrafla hər bir şeyini izah edəcəm, ancaq hələlik belə izah edeyim ki, məsəl üçün, gəlin həyat sisteminə baxaq. Həyat sisteminə biz qadın və kişi olaraq daxil oluruq. Adi bir qısa bir nümunə göstərəcəm və bunun üzərində çox şey başa düşəcəksiniz. Biz qadın və kişi obrazları olaraq həyata gəlirik. Tutaq ki, mən Aysu bu həyat sisteminə gəlmişəm. Ailə sistemimdə də öz yerim var. Ailə sisteminə gəlmişəm birinci qız övladı olaraq və mənim atamın anası var. Atamın anası, atası var, anamın atası, anası var və gördüyünüz kimi şaxələr üzrə gedir və səhv eləmirəmsə, mənim bugünkü gün sizin qarşınızda dünyaya gəlməyimdə 1024 nəfərə yaxın insan bir yerə gəliblər ki, və mən 10 nəsil sonra 21-ci əsrdə misal üçün sizin qarşınızda çıxış edeyim. Görürsünüz necə böyük bir şaxə və sistemdir. Və mən öz həyat sistemində biz qadın və kişiyik və belə başa salım sizi. Tutaq ki, biz hal-hazırda dünyada gördüyünüz kimi sistem düşüncəsini başa düşmədiyimiz üçün, məsələn, patriarxal sistemdə bir sistem ədalətsizliyi, sistem inequality, qeyri-bərabərliyi bu nə deməkdir? Yəni sistemə iki fərd daxil olur, qadın və kişi. Sən kişi obrazını daha böyüdürsən, qadın obrazını kiçildirsən, buna necə başqa cür izah edə bilərəm? Tutaq ki, sizin sağ qolunuz var və sol qolunuz var. Siz sol qolunuzu heç istifadə eləmirsiniz, götürüb bağlayırsınız və sağ qolunuzdan hər zaman istifadə edirsiniz və yaxud da ki, ürəyinizə gedən kanalla, qan axan kanallardan biri solu sol işləmir, sağdan daha çox güc düşür. Onda nə baş verir? Orqanizmdə baş verir sistemsizlik, yəni orqanizm başlayır işləməməyə, düzgün işləməməyə və gördüyünüz kimi orqanizm sisteminin iş prinsipi də ümumiyyətlə bütün sistemlərdə işləyir. Misal üçün, təbiətdə də və insan orqanizmində də belədir ki, biz varıq, hər birimiz, misal üçün, təbiətdə də hər bir element, hər bir canlı, hər bir bitki var. Orada belə bir söhbət yoxdur ki, mən səndən daha üstünəm ya da sən məndən daha aşağısan. Təbiət bir yerdə həyatın axışı üçün, həyatın davamı üçün vardır və onlarda belə bir söhbət yoxdur ki, mən yaxşıyam, sən pissən, ancaq insan egosunda var. Və həyatın axışı üçün bir yerdə bir vəhdət şəklində, interdependence, qarşılıqlı əlaqə şəklində varlar və həyatın inkişafına öz töhfəsini verirlər. Həmçinin bizim gəlin orqanizmimizə, bədən sistemimizə baxağın, bizim müxtəlif orqanlarımız var. Biz deyə bilmərik ki, bir orqanın funksiyası o birisindən daha yaxşıdır, bu orqan olmasa da yaşayaram. Hər birinin öz funksiyası var, öz işini görür və bir-birinin işinə qarışmır. Sizin gətirin, ürək demir ki, böyrək sən işləmə, mən sənin yerinə işləyərəm. Və görürsünüz, hər öz funksiyasını yerinə yetirir ayrı-ayrılıqda. Ancaq eyni anda bizim inkişafımız və bizim yaşayışımıza kömək eləyir və bir-birinə dəstək olur, bir vəhdətdədirlər. Həyat sisteminin də, ümumiyyətlə sistemin qaydalarından biri hərənin öz funksiyası var və həyatın əsas məqsədi həyatın inkişafıdır və biz sistemin yerimizdə olaraq bu inkişafına kömək eləmiş oluruq. Həmçinin ona görə də misal üçün qadın kişilərin həyat sisteminə baxsaq, funksiyalarına baxsaq, biz nə edirik? Biz qadınları, məsələn mənə çox zaman deyirlər ki, feministsən, mən feminist deyiləm, mən feministəm, bəli, sistem sümkürəm və başa düşürəm ki, sistemik olaraq qadınların sistemdə rolu kiçildilibdir və kişilər böyüdübdür. İndi də bu sistem ədalətsizliyindən
hamı əziyyət çəkir. Və biz sistemdə bir sistemin bir üzvünü, bir fərdini, bir hissəsini ayıranda, diskriminasiya eləyəndə sistemdə qeyri-bərabərlik olur və sistem daha ahəngli şəkildə həyatın axışı davam etmir. Misal üçün, Amerikadan götürək. Amerikada misal üçün qaradərili insanlara qarşı uzun müddət sistemli ədalətsizlik olub, hələ də var. Ona görə də Amerika daxilində sistem belə bir bəzi şeylərdə nəyisə təcrid eləyirsənsə, o misal üçün qolu qanqren olur və sonra sənə ağrıq verir, çürüyür, iy verən kimi də sistemlərdə bir tərəfi sən təcrid etdikdə o sistem səndən sonra çoxlu bir problemlər yarada bilər. Necə ki, siz qolunuz misal üçün bədən hissələrinizdən biri nəsə olsa, bütün bədəni də hətta ə, zəhərləndirə bilər. Bu sistemin gördüyünüz kimi sistem necə işləyir? Bu həmçinin başqa sistemlərə də aiddir. Məsələn, həyat sisteminə də aiddir. Başqa bir misal göstərim ailə sistemimizdən. Biz ailə sistemimizdə çox zaman ailəmizin müəyyən bir üzvünü ailə sistemindən kənarlaşdırırıq. Misal üçün kinolara baxa bilərsiniz. Hər hansı bir qadın obrazıdır. O qadın obrazını sistemdən uzaqlaşdırırlar mental dəyərlərə görə və gəlir növbəti nəsildə məhz həmin qadına oxşayan qadın çıxır. Acı misal üçün bir misallardan birinə baxaq. Kraliyyət ailəsi misal üçün yadınızdadırsa, əslində Elizabet II o taxta çıxmalı deyildi. Onun atası tez öldü və onun atası əslində prins olası deyildi, yəni kral olası deyildi. Sadəcə əmisi kraliyyətdən öz sevdiyi qadına görə imtina elədiyi üçün Elizabet II atası çıxdı və sonra tarix yenə təkrarlandı və həmin dövrdə filmə baxsanız, Crown və ya tarixə nəzər yetirsəniz, ailə həmin şəxsi uzun müddət, onun əmisini uzun müddət biraz ailə sistemindən kənarlaşdırdılar və tarix öz sözündə təkrarlandı və yenidən Williams kimi o qırmızıbar Meghan Markle-la evlənən həmin tarix yenidən sistemə, ailə sistemlərinə yenidən belə bir şəxsi gətirdi ki, göstərsin ki, sən sistemdən nəyisə təcrid edə bilmərsən, mən sənə göstərəcəm. Məncə ümumi düşünürəm ki, bu informasiya da sizə biraz sistemli baxmağa kömək eləyəcək. Gələn dəfə, gələn videomda niyə görə sistemə tam yerimizə gələ bilmirik? Çünki bəzilərimiz yetişkin olsaq da, ailə sisteminə, ümumiyyətlə həyat sistemi yerimizə tam gəlib otura bilmirik. Çünki biz uzun müddət uşaq pozisiyasında qalırıq. Gələn dəfə uşaq pozisiyalarının barədə məlumat verəcəm. Ancaq ümid edirəm ki, bugünlük video çox çalışacağım qısa çəkim. Bu qədər informasiya da məncə sizi biraz düşündürəcək. Həmçinin bizim universitetdə belə bir sloqan var Georgetown Universitetində. Biz sizə nə düşünməyi yox, necə düşünməyi öyrədirik. Mən də həmçinin bu kanalda sizə nə düşünməyi yox, necə düşünməyi prinsiplərini, yəni çalışacağım bu dəyərləri aşılayım. Mənim dediyim sözləri də sorğulayın, mənim danışdıqlarımı da sorğulayın, kommentlərdə yazın. Gəlin birlikdə müzakirə eləyək. Həmçinin niyə görə mən videolar çəkmək qərarına gəldim? Mən 2 il qabaq mən universitet bitirdiyim dövrdə biraz mənim mental durumum biraz yaxşı deyildi və mən o qədər özümü pis eləyirdim ki, YouTube'da durmadan videolar axtarırdım ki, kaş mən suallarıma cavab tapım, kaş bilim nə etmək lazımdır və çox axtardım, çox az bir qaralıcı kontent tapdım ki, harda həyata daha dərin baxış, özümüzü anlamağa kömək edən bir kontent olsun. Çox da qarşıma çıxmadı. Ona görə qərar aldım ki, bu yolda öz töhfəmi verim, özümü daha da gələcəkdə resurslu hiss eləyəcəyim anda. Ona görə də hal-hazırda çox resursluyam və öz resursumu, enerjimi insanlarla bölmək qərarına gəlmişəm. Çox sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm. Videoya like qoymağı, bəyənməyi, həmçinin komment yazmağı unutmayın. Danışdıqlarımla bağlı hər hansı bir sualınız olsa, sual vermədən çəkinməyin. Bunu gəlin birlikdə müzakirə eləyən bu məni də həmçinin düşündürəcək. Hələlik.